Təbrizin bu məxfi dalanlarına müraciət bizada eşitmişdiniz. Ya bura gəlmisiniz indiyəcən. Bu gün biləcə bir dənə dalan tanıtdıracağam ki, gəldim zamandan qidməti vardı və bir iki nəfər də önləmə klipin biləmə yollamışdı Instadan. Deyirdi, "Əli düzdür ya yox, gedək baxaq. Gəlin birlikdə biləcə tanıtdırım." Kollən buranın bir dənə bafda qədimisi vardı. Həman cürət görürsüz, balsazı da olunmayıbdı. Dalana girəndə görürsüz, özdə havası sərintərdir. Sərdabəymiş o zaman, yox kollən dalan idi ki, o birisi tütüyə vəsl olurdu. Baxsa, hətta bu cür məskuni evlər də vardı. Hətta məsələn, dalanların üstündə evlər də vırılıbdı. İçinə giririk bura. Bir dənə ayrı dalana çıxır. Hamam cürət görürsüz, kollən bafdı qədimidir, təxtədəndir. Və sonra burada yenə evlər vardı. Burada çönəndə həmin cürət görürsüz, kollən məskunidir. Baxın bir qədimi bir duvar və bafdı vardı. Və buranki klipin görmüsünüz. Vaqiyydi, yəni bunlar vardı. Adresini də videonun axirində biləcə deyəcəm. Əgər istəyirsiniz Təbrizimizi çox dərsəniyəsiniz, mənim peycimi follow eləyin ki, birlikdə dolanın. Bu dalanlar Gənciniyə adlımdır, gəldim zamandan. Adresini də istəsəm biləcə deyəm, Gəzil qapısından Hacıqəni məscidinin dalı tərəfində Şatır Müqəddəm küçəsində gəlsəz dalandan görə bilərsiniz. Əgər də dəqiq location istəyirsiniz, dalan kəlməsini komment eləyin, biləcə yollayın.